Xeyr, bu günləri 8-ci dərsin suallarının izahına baxırıq. Başlayaq suallara. Sual 1. Çirkli suların axıdılması, çayda olan balıqların məhv olmasına, suvarılan torpaqların çirklənməsinə və həmin torpaqda yetişən məhsullardan istifadə edən insanlarda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Verilmiş fikir hansı düşünmə formasına aiddir? Biz deyirdik ki, anlayışları, hər hansısa verilənləri ümumi bütöv bir sistem kimi görmək, onları bütöv bir sistem kimi anlamaq və hər birinin bir-biri ilə qarşılıqlı əlaqəsini başa düşmək sistemli düşünməyə aiddir. Və burada da suların çirklənməyindən, onun belə deyək, balıqları məhv eləməyindən, həmin suda belə deyək də, torpaqların məhvinə gətirib çıxardır və bundan əlavə də olaraq sudan istifadə edən insanlarda müxtəlif xəstəliklər yaranmağını gətirib çıxartmaq isə ümumi olaraq sistemli düşünməni göstəricisidir. Yəni bu verilmiş situasiyada sistemli düşünməyə aid olan sualdır. Sual 1 düzgün cavab olur Y variantı. Sual 2. Problemi həll etməyə çalışan şagird əvvəlcə problemin yaranma səbəbini müəyyən eləyir, daha sonra məsələni təhlil edərək ən düzgün həll yolunu seçir. Verilmiş nümunə şagirddə hansı düşünmə formasının inkişaf etdiyini göstərir. Baxın, biz deyirdik ki, hər hansısa bir problemi həll etmək üçün onun yaranma səbəblərini araşdırmaq, ümumi olaraq problemi analiz eləmək, onu düzgün təhlil eləmək və düzgün yolu seçmək analitik düşüncəyə aiddir. Ola bilər ki, burada siz ardıcıl düşünməni götürə bilərsiniz, səhv eləyib. Amma düzgün cavab olaraq analitikdir. Niyə analitik? Dediyimiz kimi təhlil eləmək, araşdırmaq, ən düzgünü seçmək, məsələnin düzgün həll yolunu müəyyənləşdirmək analitik düşünməyə aiddir. Düzdür, burada əvvəl və yaxud da daha sonra sözlərini gördükdə ardıcıl düşünmək insanın ağlına gələ bilər, amma məsələnin ümumi olaraq təhlilindən və düzgün yolun seçilməsindən söhbət gedirsə, analiz olunmağından söhbət gedirsə, ümumi olaraq problemin bu analitik düşünməyə aid olan bir sual olur. İkinci sualın düzgün cavabı olur A variantı, analitik. Sual 3. Şagird mövzuda verilən statistik məlumatlardan istifadə edərək diaqram hazırlayır. Verilmiş nümunə şagirddə hansı düşünmə formasının inkişaf etdiyini göstərir. Biz deyirik ki, diaqramlardan, sxemlərdən, şəkillərdən istifadə eləyərək öyrənmə şagirdlərdə qeyri-verbal düşünmənin olduğunu, inkişaf elədiyini göstərir və burada da diaqramdan istifadə eləyərək verilən statistik məlumatları hazırlamağı şagirdin qeyri-verbal düşünməsindən xəbər verir. Düzgün cavab C variantı. Sual 4. Hökm 1. Hekayənin gözlənilməz nəticə ilə bitən növünə novella deyilir. Hökm 2. Əbdürrəhimov və Haqverdiyevin bomba əsəri novelladır. Nəticə. Bomba əsəri gözlənilməz nəticə ilə bitir. Mühakimə hansı deyil düşüncəyə əsaslanır. Deməli, görürük ki, biz burada ümumi olaraq ilk öncə qayda verilir. Yəni, deyir, hekayənin gözlənilməz nəticə ilə bitən növünə novella deyilir. Burada nə var? Bir qayda var. Və burada qayda verilir, ümumi olaraq bir prinsip verilir və sonra isə bir nümunə, xüsusi bir nümunə çəkilir. Yəni Haqverdiyevin bomba əsərindən danışılır və bu bir xüsusi nümunədir. Biz dedik ki, ümumi qaydadan, prinsiplərdən xüsusi nümunələr gətirmək hansı düşüncə aid idi? Deduktiv düşüncəyə aid idi. Ona görə də 4-cü sualın düzgün cavab variantı olur C. Sual 5. Dağılmaq, qızarmaq, sarsılmaq feilləri quruluşca sadə olduqları üçün məlum növdədir. Deməli, quruluşsa sadə olan feillər qrammatik məna növünə görə məlum növ sayılır. Mühakimə hansı düşüncəyə əsaslanır? Baxın, biz burada müxtəlif sözlər misal gətirmişik və müxtəlif sözlərdən sonra biz nə etmişik? Demişik ki, quruluşca sadə olan feillər qrammatik məna növünə görə məlum növdə sayılır. Buradan bir qayda çıxartmışıq. Yəni, xüsusi verilənlərdən sonra biz nə etdik? Bir ümumi qayda çıxartdıq. Xüsusi verilənlərdən sonra biz qayda çıxardırıqsa, induktiv formada düşünmüş oluruq. 5-ci sualın düzgün cavab variantı olur A. İnduktiv. Sual 6. Şagird dünyada baş verən prosesləri Azərbaycan tarixində olan müxtəlif hadisələrlə əlaqələndirir. Verilmiş nümunə şagirddə hansı düşünmə formasının inkişaf etdiyini göstərir. Baxın, biz dedik ki, verilən obyektləri, hər hansısa bir anlayışları, oxşarlığını tapmaq, onları əlaqələndirmək, yəni qısacası desək, oxşatmaq, hadisələri bir-birinə bənzətmək olurdu hansı düşünmə? Olurdu analoji düşünmə. Analoji düşünmə oxşarlığı bilirdi və burada şagird də müxtəlif hadisələrlə əlaqələndirir, onları digər bir dünyada baş verən hadisələrdən oxşadır. Bu da olur analoji düşünməyə bağlı sual. Sonra, sual 7. Müəllim şagirdlərə layihə işi tapşırır. Şagird bunun üçün əvvəlcə verilən mövzu ilə bağlı məlumatları toplayıb, sonra məlumatları təhlil edib, ona lazım olanları seçdikdən sonra layihəni tərtib edəcəyini bilir. Verilmiş nümunə şagirddə hansı düşünmə formasının inkişaf etdiyini göstərir. Baxın, biz yuxarıda da buna uyğun bir sual var idi. Biz orada analitik düşünməni götürmüşdük və demişdik ki, orada təhlil var, mütləq formada şagird analiz aparır.
Burada isə sadəcə olaraq şagird layihə yazmağın yolunu bilir, layihəni necə tərtib eləməyin yolundan danışır. Bilir ki, birinci məlumat toplanmalıdır, sonra məlumatları təhlil eləməlidir, sonra layihəni tərtib eləməlidir və bu ardıcıllığı bilir. Ardıcıllığı bilirsə, deməli ardıcıl düşünmədən istifadə eləmiş olur. Sualımızın düzgün cavabı olur ardıcıl D variantı. Sual 8. Şagird müəllimin qoyduğu problemə müxtəlif həll yolları tapsa da, problemi həll etməkdə çətinlik çəkir. Belə hal şagirdin hansı düşünmə formasına malik olduğunu göstərir. Baxın, biz deyirdik ki, iki növ insan var: divergent düşünən və konvergent düşünən. Divergent düşünən çoxlu müxtəlif həll yolları tapan, amma problemi həll etməkdə çətinlik çəkən idi. Çünki hansı yolu seçəcəyini qərar verə bilmirdi. Konvergent isə sınanmış yollardan istifadə etdiyinə görə daha tez nəticəyə gəlirdi. Burada şagird həll yolları tapır, amma hansından istifadə edəcəyini bilmədiyinə görə problemi həll etməkdə çətinlik çəkir. Deməli, şagird divergent düşünmə formasına malikdir. 8-ci sualın düzgün cavabı olur Y. Sual 9. Şagird sinifdə tapşırıqları həll edən zaman onları uca səslə oxuyur. Bu hal digər şagirdlər tərəfindən narazılıqla qarşılansa da, müəllim şagirdləri sakitləşdirərək problemin həlli üçün onlara bir neçə həll yolu təklif edir. Verilmiş nümunədə şagirdin hansı düşünmə formasına malik olduğunu müəyyən edin. Deməli, biz deyirik ki, şagird uca səslə oxuyur. Biz deyirik ki, səsli oxumaq, səsli formada nələrsə düşünmək bir insanın verbal düşünməyə malik olduğunu göstərir. Yəni, insan danışaraq düşünür və bu insan da oxuyaraq, oxuduğunu uca səslə ifadə eləyərək düşünməyə bacarırsa, deməli, həmin şagird verbal düşünmə formasına malikdir. Sual 10. Müəllim dərslər zamanı şagirdlərdən birinin fərdi və qrup işli formalarındakı nəticələri və aktivliyi arasında fərqin çox olduğunu görür. Şagirddən bunun səbəbini soruşduqda, şagird müzakirə zamanı mövzunu daha yaxşı anladığını bildirir. Verilmiş nümunə şagirdin hansı düşünmə formasına malik olduğunu göstərir. Baxın, yuxarıdakı testə oxşardır elə. Deyir ki, müəllim uşağın nəticələrini təhlil edir və görür ki, fərq var. Şagirddən fərqi soruşduqda o deyir ki, mən müzakirə eləyəndə daha yaxşı öyrənirəm. Yəni danışdıqda, danışaraq düşündükdə daha yaxşı dərk edə bilirəm mövzuları və bu şagirddə verbal düşünmə formasının olduğunu göstərir ki, şagird danışaraq daha yaxşı öyrənə bilir. Sual 11. Şagird verilmiş problemləri müxtəlif hissələrə parçalayıb təhlil etdikdən sonra onu asanlıqla həll etməyə bacarır və artıq bunu davamlı bir hala çevirir. Verilmiş nümunə şagirdin hansı düşünmə formasına malik olduğunu göstərir. Baxın, biz deyirik ki, problemləri hissələrə parçalamaq, onu analiz eləmək, təhlil eləyərək ona bir həll yolu tapmaq hansı düşünməyə malik olmaq deməkdir? Analitik düşünməyə malik olmağımız deməkdir və şagird də burada analitik düşünmədən istifadə edir. Sual 12. Şagird tapşırıqları müxtəlif növ diaqramlardan və sxemlərdən istifadə edərək yerinə rahatlıqla yetirir. Verilmiş nümunə şagirdin hansı düşünmə formasını inkişaf etdiyini göstərir. Deməli, biz deyirdik ki, bir insanın diaqramlardan və sxemlərdən istifadə edərək nəyisə daha yaxşı anlamağı, başa düşməyi, onun qeyri-verbal düşünmə formasına malik olduğu demək idi. Burada da düzgün cavabımız olur A variantı, qeyri-verbal. Sual 13. Şagird dərs zamanı pambıq parça məhsullarının hazırlanmasının hansı mərhələlərdən keçdiyini digər şagird yoldaşları və müəllimə izah eləyir. Verilmiş nümunə şagirdin hansı düşünmə formasına malik olduğunu göstərir. Baxın, biz deyirik ki, hər hansı bir prosesin başlanğıcdan sonuna qədər ardıcıllığını bilmək, başlanğıcdan sonuna qədər necə davam etdiyini bilmək ardıcıl düşünməyə aiddir. Və şagird burada pambıq parça məhsullarının necə hazırlanmasını, yəni tarladan belə deyək də, məhsul halına gələnə qədər hansı yollardan keçdiyini izah eləyə bilirsə, deməli ardıcıl düşünmə formasına malikdir. Sual 14. Hökm 1. Feilin təsriflənməyən formaları iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Hökm 2. Məstər feilin təsriflənməyən formalarından biridir. Nəticə. Deməli, məstər iki nitq hissəsinin xüsusiyyətlərini daşıyır. Baxın, biz burada görürük ki, birinci hökmdə nə verib? Bizdən hansı düşüncə aid olduğunu istəyir. Bax, birinci hökmdə görürük ki, feilin təsriflənməyən formaları deyil, iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Burada bir ümumi verilən nə var? Bir qayda var. Və ümumi verilən qaydadan sonra ikinci hissədə verilən isə xüsusi bir nümunədir. Deyir, feilin, məstər daha doğrusu, feilin təsriflənməyən formalarından biridir. Biz xüsusi qaydadan, daha doğrusu ümumi qaydadan xüsusi nümunələrə gediriksə, neyləmiş olurduq? Deduktiv formada işləmiş olurduq. Sualın düzgün cavabı olur C variantı deduktiv. Sual 15. Şagird meşə yanğınları zamanı heyvanların zərər gördüyünü, atmosferin qaz tərkibinin dəyişdiyini, insanların həyatları üçün təhlükə yarandığını başa düşür. Verilmiş nümunədə şagird hansı düşünmə formasına
malikdir. Baxın, biz dedik ki, ümumi verilən anlayışlar arasında sistem qurmaq, onları bütöv bir sistem kimi görmək, hər biri arasında əlaqəni bilmək sistemli düşünməyə aid idi və şagird burada bütün anlayışlar arasında, yəni bax meşə yanğınlarının heyvanlara təsiri, atmosferin qaz tərkibinə təsiri, insan həyatına təsiri ilə bağlı bütün elementlərin qarşılıqlı əlaqəsini anlayırsa, başa düşürsə, onları bütöv bir sistem kimi görürsə, deməli sistemli düşünmədən istifadə eləmiş olur. Sual 16. Meşə yanğınlarının baş verməməsi üçün şagird müxtəlif həll yolları fikirləşib təkliflər irəli sürür. Verilmiş nümunə şagirdin hansı düşünmə formasına malik olduğunu deyir. Deməli, baxın, şagird müxtəlif həll yolları deyə bilir. Çoxlu sayda həll yolu verir və müxtəlif həll yolları şagirdin kreativliyinin, yaradıcılığının göstəricisidir. Biz dedik ki, divergent düşünən insanlar çoxlu sayda müxtəlif həll yolları tapa bilirlər bir problemin həllinə. Və burada da şagird müxtəlif həll yolları dediyi üçün o divergent düşünmə formasına malik olmuş olur. Sual 17. Məntiqi təfəkkür özündə əks etdirmir nəyi? Baxaq, məntiqi təfəkkürün özündə nəyi əks etdirmədiyini tapaq. Səbəb-nəticə əlaqələrinin tapılmasını məntiqi təfəkkür əks etdirir. Bu məntiqi təfəkkürə aid olan bir xüsusiyyətdir. Problemin sadə yolla həlli, bu da məntiqi təfəkkürə aid olan bir xüsusiyyətdir. Prosesin başlanğıcını və sonunu müəyyənləşdirməyi, bu da məntiqi təfəkkürə aid olan bir xüsusiyyətdir. Çünki səbəb-nəticə əlaqələrinin tapılması və prosesin başlanğıcını və sonunu bilmək deməkdir. Faktlar əsasında mühakimə yürütmə və əsaslandırmanı, bu da məntiqi təfəkkürə aid olan xüsusiyyətdir. Ümumiyyətlə, məntiqi təfəkkürə 4 dənə aid olan əsas xüsusiyyətlər var. Onlar da burada göstərilib. Problemi təhlil etmək və dəyərləndirmək isə məntiqi təfəkkürə aid deyil. Dəyərləndirmək, təhlil eləmək bu daha çox analiz etmək qabiliyyətinin olduğunu göstərir və bu da məntiqi təfəkkürə aid olan xüsusiyyətdir, məntiqiyə aid deyil. Ona görə də 17-ci sualın düzgün cavab variantı olur Y. Sual 18. Uyğunsuzluğu istəyir bizdən. Üzrü sayını etdik. Ən yaxınlaşdıraq. Hə. Uyğunsuzluq bizdən istəyir. Baxaq uyğunsuzluğa. Deməli, konvergent düşüncələr əlavə fikirlər tapmaqda çətinlik çəkir. Bəli, belədir. Konvergentlər əlavə fikir tapmaqda çox çətinlik çəkirlər. Doğru mülahizədir. Doğrunun altındadır deyə ödəyir deyə plus qoyuruq. Konvergent düşüncələr ideya və fikir toplumu prosesi ilə seçilirlər. Bəli, yox, xeyr. Estağfurullah. Səhv dedim. Konvergent düşüncələr ideya və fikir toplumu prosesi ilə seçilmirlər. Əksinə onu təhlil edib qiymətləndirməklə seçilənlərdir. Yəni mülahizə yanlışdır və yanlışın altında olduğuna görə, daha doğrusu doğrunun altında olduğuna ödəmədiyinə görə minus qoyuruq. İkinciyə baxırıq. Deməli, ikincidə deyir ki, divergent düşünməyə malik insanlar tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. Deməli, baxın, bu yanlış yanaşmadır. Çünki divergentlər tez nəticəyə gələ bilmirlər. Əksinə gec nəticəyə gəlirlər. Yanlışdır, yanlışın altındadır. Bir-birini ödədiyi üçün plus qoyuruq. 4-ə baxaq. Divergent düşüncələr problemi tez həll etməkdə çətinlik çəkirlər. Bəli, çoxlu sayda həll yolu tapdıqları üçün tez həll edə bilmirlər. Bu doğru mülahizədir. Amma yanlışın altındadır, ödəmədiyi üçün minus qoyuruq. Və bizdə yuxarıda uyğunsuzluq istədiyinə görə ödəməyənləri götürürük. Ödəməyənlər hansı idi? 2, 4. Deməli, 18-ci sualın düzgün cavab variantı olur 2, 4 D variantı. Sual 19. Müəllim şagirdlərə yerin daxilində yerləşən nüvənin xüsusiyyətlərini izah edərkən onu bir növ günəşə bənzədir. Verilmiş nümunədə hansı düşünmə formasından istifadə olunur? Baxın, biz deyirdik ki, anlayışlar arasındakı əlaqəni, oxşarlığı tapmaq, hər hansısa bir, deyək ki, obyektlər arasındakı əlaqəni və oxşarlığı tapmaq nə idi? Analoji düşünmədən istifadə eləməyimiz demək idi. 19-cu sualın düzgün cavab variantı da olur C, analoji düşünmə. Sual 20. Son sualdır. Müəllim dərs zamanı lövhəyə bir problem yazır və şagirdlərdən 5 dəqiqə müddətində problemin həlli üçün təkliflər vermələrini tapşırır. Şagirdlərdən biri problemin həlli üçün yeni həll yolu təklif edə bilmir. Verilmiş nümunə şagirdin hansı düşünmə formasına malik olmadığını daha doğrusu göstərir. Baxın, olmadığını istəyir bizdən. Deməli, müəllim problem qoyur və deyir ki, həll yolları deyin. Şagirdlərdən biri ümumiyyətlə problemə həll yolu, fərqli bir həll yolu tapa bilmir. Çünki burada yeni həll yolundan söhbət gedir, əvvəlki həll yollarından söhbət getmir. Və şagird heç bir yeni həll yolu tapa bilmirsə, onda hansı düşünmə formasına malik deyil həmin insan? Divergentə malik deyil də. Yəni, əgər divergentə malik olsaydı, o müxtəlif həll yolları tapa bilərdi. Amma divergent düşünmə formasına malik olmadığına görə, konvergent düşünmə formasına malik olduğuna görə hər hansısa bir həll yolu tapa bilmədi. Və burada da bizdən malik olmadığı düşünmə formasını soruşur. O da hansı olur? Olur Y variantı. Deməli, 20-ci sualın düzgün cavab variantı olur Y. Belə, bugünkü testimizin izahı bura qədər. Növbəti test izahlarında görüşmək ümidi ilə sağ olun, salamat.